Assalamu alaykum. Ekran aldidagi aziz ko'ruvchilar, UN TV'ning Uyg'urcha universal kanali orqali yana sizlar bilan yuz ko'rishib turayotganligimizdan to'liq xursandmiz. Biz o'zimizning har xil mazmunlar orqali sizlarning ma'naviy hayotingizlarga ma'lum his tuyg'ularni va tushunchalarni ato qila olsak, o'zimizni to'liq xushal va baxtli his qilamiz. Men sirdosh do'stingiz Xadija Uyg'urdan hammangizlarga o'tliq salom. Biz bir sezgür tema üstü toxtalımız. O bolsumu aile zoravallığı. Bugün söhbetimiz alay təklif qılğan Risalat Tursun qızımız bu temi toğruluq, dadillıq bilan özünün betide nurgulğan yazımlarını yazdı. Şu cesurluğu bugünkü bu söhbetni ötküzüşümüzge sebep oldu. Assalamu alaykum Risalat, qanday ahvalınız, yaxshimisiz? Aleykümselam, yaxşı. Bugün alayda vaxtınızı çıxırıb, alayda bir tema üçün söhbətimizi kelganligingizdan to'liq xoşalmız. Mening yazımlarımni ko'rgandan keyin shundoq bir muhim masala ustida suhbat olib berib, bu masalaga diqqat tortish uchun fursat yaratib berganlarga rahmat aytaman. Albatta, siz dadillikda o'tirib chiqdingizda, bu yilqi chet eldagi hayotımızda o'tirib chiqmagan bir tema. Mesela deb qarab baxsaq, başqa millatlar, başqa davlatlarda bu bir kun tartib kep bo'ldi. Ammo bu oila zo'ravonligi bizningki hayotimizni beslab qolgan bir tema. Bunun kelgan siz dadillik bilan o'tirib chiqib, bu ishga zo'r jasorat qildingiz. Undaq sharoitda biz buni albatta qo'llab bildirishimiz, bu ilqi sal qarilayotgan bu masalani ekranlaştırışımız zörür bulup mu bugünkü günde? Qanday siz muhaciratda hammamiz şu kadar mehri muhabbetga muhtaç. Shundaq mı aile kişilerinin mehri muhabbetiga muhtaç. Azroq baştaq bir ishlar bizga zarbining ustiga zarba bo'ladi. Shunga bu tema biz uchun boshqa har qanday millat, har qanday davlatga qaraganda texmbek zörür deb qaraymiz. Shunga sizni alay taklif qildik. Endi mundaq masala bor. Bu nəslərini oturuq çıxışınızğa neyim səbəbçi oldu? Bəlkə sizin bir his qılğan duyğularınız, düşüncələriniz var deyə oylayım. Ularını bilişdim burun. Sizni bir tunaylı. Siz nədə oxuğan, hazır demiş qıvat, siz degəndək. Maqul buldu. Qısqaca tanıştırıb ötək. İsmim familiyam Risalat Tursun. Mən toluq oturunu bütürgəcə Qumulda to'g'ilib cho'ng bo'lgan, Qumulda yashadim. Ondan keyin ishga sujoq berib, Asha Sujo Fan Texnik universitetida biologiya kasb o'qidim. Hisobda bakalavrligim Ashada bo'ldi. Ondan keyin Urumchida 2 yil ishlagan bo'ldim, xizmat qilgan bo'ldim. Ondan keyin Turkiyaga keldim o'qishga. Kelgandan keyin Istanbul universitetida Molgol biologiyasi va esiyat kasbida o'qidim, aspirantlikda. Onu bitkizgandan keyin darhalla yana Istanbul Universiteti O'smir kasalliklari institutining rak kasal esiyat kasbiga doktorlikka kirdim. Hozir doktorligimning 2-yilligida. Maşallah. Dağız bizning ishchimizdan bir dаңlıq doktor yetişib chiqdi ekanda, ha? Şükürlər, ko'glik nasib qilsin. Endi asl temamizga kelsak, siz mush yaqinda yozmalaringizga endi mushni shunday go'zal tillar bilan bir xil ravon diyaloglar bilan ifodalab chiqardingiz endi. Chuqur bunun siz uzun mezgillik bir kuzatish bo'lmasa, bu qadar odam qoyil qilarlik darajada yezib chiqara olmaysiz. Shunga endi burundan tatib eslab boqamsiz. Bo'ldi. Amaliyotda men balkim bir 9-10 yoshlarimdan tatib diqqat qilayotgan bu masalaga izchil diqqat qilib kelyaptim, ko'zga kelyaptim. Hatto ba'zi voqealiklarni maxsus bir xotir daftarim bor. Shuni xotirlab qo'yman. Ko'rgandan keyin shu kuni mundaq ishga yo'liqdim, mundaq bo'ldi degandek. Endi bu diqqat qilish jarayonim qanday desangiz, men kichik vaqtimda shu birinchi yozmamni o'qiganlar balkim bilish mumkin. Men bir chet sahroda tug'ilgan. Ashyadan boshlangan endi. Ashyada qo'shnimiz va yaqin qo'shnimizda
aşında kalıqı qoşunda da qoşun apaşını uğratdı, daim deyək urğalatdı. Şu mən kallamda bir sual peyda oldu. Çünki mening atam əzəldən apamğa yoki başında intayın bir illiq mala. İlliq, qısılıq, hatta gap qısımı avazını yuqur götürüp gapmaydigan bir Qıslaki, əslaki deb gaplandı. Onda özlər demisi var, qardiyan səlləşi deməz. Lekin şunchaki qısılıq, hatta vaqrabma gapmaydı. Unda bolğandikin bizning aildə unda birsin uruş, dumbalaş, düşkənləş mümkün emas, unda əhvalı yox. Tuqqanlarımızın içinde asasen yok deyerlik. Undağandaki bana bu hoşluğumuzdan işi acayip bir başlıqçı diqqətim tatıcı. Nemiş bunda qıldı. Şuna şu vaxtını tatib diqqət qıb gəlgəndən. İzcil analikin, şu qolun qoşunla, yiraq yaxın, tonuş biliş, uruq tuqqalı yoki savadaşlarımın ailələri deyəndə. Onundan keyin mən hazırğa qədər ailə oxutuqçuluğu qıb kəvatqılı 8-9 il olub qaldı. Şu jarayanda mən şu dərsbəyə oxucularının ailəsidəki ailə əhvalları, o ailə qandaq məsələlər var, onların bək diqqət qıb gəldimcə. Bularның içində əməliyyatda nurgun misallar var, ailə zoravallığa aid. Ondan keyin ali məktəbdə oxutqa vaxtımda, ali məktəbdəki sağdaşlarım, ürümçi xizmət qaqa vaxtımda onların ətrafındakı tuqqanları yoki degəndək şu jarayandımı bəkcə közütüş boldu əmdi. Biz aldı bilən bu ailə zoravallığı degəninin özü nimə? O qaysı dairələrdə ifadə şunu bir aydınlaşdırıb, onu keyindin söhbətini davamlaşdırsaq da düşüncük bulduk deb oyladım. Buldu. Mən bunu qısqaça deb ötək. Ailə zoravallığı bir qancha türgə bölündü. Endi bunun birisi cismani zoravallıq. Bunu həmmimiz bilmiz şu uruş, dumbalaş degəndək. Yeni birisi cinsi zoravallıq. Bunu bəlkə içib toxtalmısam məndə əmiz bildi deb oylayman. Onundan qalsı psixiklik zoravallıq. Bu əndi adet uruq dumbalaq qınısımı ailədə erler ayarlarını yoki ayarlar erlerini aşında qalğı psixiklik cəhətdə acayip ayıplaydigan, toxtamayılığı, düşürüdigan aşında bir xillilik pek çoğ dərəcədə psixiklik sağlamlığa təsir yetkizdigan gap sözlərini, şundaq iş hərəkətlərini qıladigan müşkil əhvalını göstərir. Məsələn, kəmsitiş, göz gelməzlik, ayıplaş, göz işlerin kiçik göstüş degəndək, etiraf qılmazlıq, Onundan keyin qalsa şöyle köngül bölməslik. Bu asasen ailədə şu kiçik uşaq balalar bunun uçuraydı. Bu çağda qanda desək, bu hazırki dövrdə atamdan əmizin bir dayaq dəydimsəkmi, lakin köpüncə əhvallarda şu telefon oynab atanı balını bir cəd qoyub köngül bölməydigan əhvallar kəb çıxdı. Asasen müşnun qardıldı, köngül bölməslik. Aş köngül bölməslik mi ailə zoravallığı kirəmdə? Ailə zoravallığı kirdi. Ondan keyin iqtisad cəhətdə erkinlik yox. Məsələn, bu asasen yaşanğan, yaş çoğuyub qalğan ailedeki şu atanları məsələn. Aşılarının eləqi özünün bəlkə pensiya maaşı buluşu mümkün və ya ki başqa cəhətdə iqtisadi pul biçəklər olsa, onlara balları çatqıyıb alğan, ya ki balları kontrol qıb, balları quluğa alğan. Özünün erkin ixtiyarı başquruşu qoyub bərməydiğən. Bunun özünü əməliyyatda iqtisad erkin bulanmazlıq, bunun bir xillilik zoravallıq türüge təvə. Əmdə bu yerdə mən bir nəsə qısturub ötküm kelatıdı. Əməliyyatda bizning cəmiyyətimizdə nurgun nəslərə, nurgun əlqə buluşsuz, pasif yoki şu ictimai məsəl peyda qıldığan nöqtələrdəki iş hərəkətlərə, qılmışlara isim qoymagan biz. Addi isim zoravallıq desə, köpüncümüzün kallasığa şu uruqdullaş, düşkəlləş. Ayalının içində, yoki başqa ailə əzalarının içində bir-birini urutga, dumbalaytga degəndək nəsə kalımız gəldi. Lakin mən yuqurda dəb ötən türlərinin içindəki nurgun qısımlarını bəlkə xili köp qısım adamlarımız bilməslik mümkün. Mən hazır his qıvatı və rəz gəpini desəm, bana qaran balı bilən karı bolmansıq bunu işçi kirdik. Məsələn, bəlkə qeyrindaşlar ara bir-birisini yekləşin, bunun işçi kirişi mümkün.
Mesela çoğunlarınki özünki xarajatı öz ega olaması hem kirdiken. Benim kallamdım şu ayrı zoravallık dese er ayalın otursdaki aşinəsindən şu hem de birinci göz aldığınız kildiğini. Hazır qarsak bir aile əzalarının içindeki atlı bala, qeyrindaş, həmmisinin içine kirdiken. Demek karşı tarafın haqlarını egəlləbilişinin özü bu zoravallık kirdiken. Şundaq mı? Yine bir нәрсе, bazı ailelerde ben ilgili fakat anlap bakkan. Peki ben tuncu yazmamın elan qılğandan nait köp inkaslar düştü aslında. Şunun içinde bir inkas, birisi şunda bir inkas kaldırıptı. Ayali yoldaşını uğradıgan bir aile bakende. Bunu okuğa vaxtında ben hakikaten hem de şuna samimi yazıptı. İşendim bunu uğrasıqa. Hem de bu mu aile zoravalıqның bir türü yalqa. Fakat erler ayallarını uğradıgan iş yok. Nahayda az uçursumu ayali erini uğradıgan bir şundaq örnek misallarımı baken. Abiyem bir aile misal qağandınız. Hoşnağızla dadaş apaşlarının ailesinin işini. Keyince o dadaş, o ataş değil. O hareketini toxtattı mı ya? Tuncu yazı elan qılğan, Facebook'da elan qılğan yazmamda bunu təpsi yazğandım. Keyin bu dadaş qatti urmadı apaşını. Endi bunundan mening chiqargan xulasam bor albatta. Men çünkü uzun vaqtdan buyon diqqat qilib kelayotgan masala uning ustiga mening eng kichik vaqtimda diqqat qilgan tunji misollayishga bo'ldi bu aile zo'ravonlik haqida. Bu bunda o'yladim. Emniyetde mening ta'sirligim bo'yicha bu dadaş haqiqatan yaxshi odam. Boshqa nuqtalardan qaragan vaqtimizda. Demek, ayalını uruşdek bir qilmishning nayda bir xato ish ekanligini his qilolmagan bu odam. Çünkü delqi muşta ayalını ursam bo'lib ketanmaydi ekan. Shu yig'lab yoki vaysab qo'yib to'xtab qoldi ekan deb o'ylab, ashuna odatlanib qolgan. Bu nihoyatda bir normal ishdek Chuqur ursam bo'ldi degandek o'ylaganda u yerda biz uning biz kichik vaqt to'liqsiz o'qiyotgan vaqtimiz. Uning o'g'li bilan men qo'shilib, uni oldiga o'tib tikilgandan keyin bu dadaşda shunday bir narsa shakllangan bo'lishikin. Ya bu kichingina bolalar chog'ida meni oldimga o'tib mushunda tikib ketdi. Demak, men beklam xato ish qilayotgan o'xshayman. Demak, ayolimni dumbalash bek xato ishga deb cho'chigan bo'lishi mumkin. Bu bir. Yana birisi biz shunchalik kichik turib, shunday jasur oldi, uni oldiga o'tib nimqanki buningdan bir bizdan qo'rqish desak bo'lmaydi-da. Bu yerni taptatish, nomus qilish. Balkim, ha. Ashundan bir tuyg'ular shakllanib, banaki ham nomus qilib to'g'ri dedingiz shu. Xijil bo'lgan bo'lishi mumkin, garchi teshida bizga demayapti. Shu sababdan to'xtadi deb o'ylayman. Buningdan endi men shunday xulosa kelgan. Mesela belki aile zo'ravonligi ko'rib atgan kishi bizning yaqin do'stimiz veya ki tuqqunimiz bo'lishi mumkin veya ki tonish bilishlarimiz. Endi hamma odam beriblar hamma odamning ailesiga aralashmaydi. Bu to'g'ri, durust. Lekin agar shunchalik samimiy yaqin munosabatimiz bo'lsa, cho'qim biz nasihat qilib sinab beqishimiz kerak. Chunki aile zo'ravonligi faqat va faqat bir ikki kishining masalasi emas, bir oilaning masalasi emas. Bu bütün biz Uyg'ur millatining masalasi, bu ijtimoiy masala bo'lganda bu nihoyatda cho'ng bir masala. Bu masalamizni hal qilmasak, bu bevosita berib bolalarning ma'rif tarbiyasiga ta'sir qildi. Pasib ta'sirlanib olib keldi. Bu nuqtani behchiq ko'zatgan men. Ashulg'i shunda aqlli, shunda qilg'i tirishchan, dasti yaxshi bolalar mushu sababdan oila zo'ravonligiga doim qarasa apsi dadasidan tayoq yeyotgan. Shu sababdan o'qishdan chekinadigan yoki bo'lmasa darsni tez tuallab ketadigan. Shunda ulug'i bor, g'oyalari, planlari bor. Ashundaq bolalar butunlay voz kechib, to'liq o'tirni bitkazmay, maktabdan chekinadigan ahvollarni ko'rgan. Shunga bu yerda eng oxirida keltirib chiqadigan ziyon behchoq. Bu yerdagi ziyon nima degan vaqtimizda bütün millatning taraqqiyotini astib qo'ydi. To'g'ri. Astiltib qo'ydi. Şuna bu meseleге e'tibor berishimiz kerak, hal qilish choralarini o'ylab birlikda hal qilishga tirishishimiz kerak deb o'ylayman.
Şu psixiki cəhətdən məsləhət berdiğən Uyğurlarla bir qoşununu bərpa qılsaq oldu ki, qana desiniz, ötkəndə mənim şu Facebookda yazılğan yazmalar şunda diqqət qılma. Aşta bir psixikisi məsələ çıxan birisini yazmışsın, aslı aşta inkasa düşüb dikən. Biz özümüzün dərdini verib, chet eldə yaşayatqan dövlətlərdəki psixiki məsləhətçilərə desək, çünki onlar bizim açığımızı onlar yesqib baxmağan ki, hazır bizdəki bu xil psixiki bozuluş ağırda. Bunu onlar yesqimğan ki, bizning başqa yerimizdə tək-tək. Çünki bizning dərdimizni bilməyən ki, ona məsləhət verəməydik. Bu olsa Uyğur cəmiyyətidən bir məsləhət berdiğanlar çıxsa degan gaplarni debdi. Əlbəttə bunu izleniş kerak. Mən şunu oylağandan keyin his qildim. Bundan keyinki nimimizdə çoxum şu psixiki cəhətdən məsləhət berətqan Uyğurlarning içində chet eldə yaşayatqan Uyğurlardan çağırıb söhbətlər arqılıq yoritib hiç bulmaz ayrım her bir adamga ayrım diagnoz koyamızaq mı gerçi umum diagnozunu koyup onu qandaq mudafiə görüş, qandaq saqlanış, ruhi keyfiyyətimizni qandaq sağlam tutuş degəndək nərsələrni ortaqlaşsaq bulduq deb oyladım. Endi yan bir nərs üçün bunda qarang. Aş kinolardakı psixik cəhətdən məsləhət berilgan nimələrdən keyin mən şunda diqqət qılıb anlap baxdım. Ular nimin ögüdüdikə qarang. Bək alayda bir işmi deməydigan. Sən əynək qarab özən qarab muncha vaqt külümsirə, chiroyli kiyimingni kiyib ayna qarab nim qil, o'zing yaxshi ko'rgan tamoqni ye, bir kun yarim soat vaqtingni chiqarib go'zal yerlarni sayli qil, muncha soat chiniq, bir yaxshi ko'rgan do'stingdan paranglash, yaxshi ko'rgan kiyimingni kiyib setib kiy degandekchi butun odam o'zi ko'ngil bo'lishni ham o'rgatadi. Köpüncüsü aşağıdaki nərsəni qarallik, sən saat munchadan munchaga mundaq qil degan ki, xuddi doktorning dorisini yeganga o'xshash, ular shu usuldan sinaydi ekanda, umumyüzlik davolash ekan. Konkret ham odamning ahvoliga qaraydi-ku, bizmi shu narsalarni sinab baxsaq bo'ldi. To'g'ri, bu bek muhim masala, bularga diqqat tortish kerak. Buni hal qilish choralarini izlash kerak. Har xil sohadagi, har xil kasblardagi kishilarimiz bor deb o'ylayman, chetda. Özralıqı təşviq qilib, aloqalashib, birga izlashga chaqirib qilsa, menimcha hech qaysi yoqtirmaydi. Albatta, ha. Odatda chet ellik Uyg'urlarni bir-biriga yordam qo'lini sunishda men nihoyat umidvor qarayman. Chunki yordam so'rasa yoki bunday ish bor desa, asosan rad qilmaydi. To'g'ri, ha. Yordam qildi. Aştaqa məyli maddi cəhətdən yardım olsun, mənevi cəhətdən olsun, hətta ki onunuz yerin bu bir nəsə yazsızım. Dərhal siz hayatınız görüb baxmağa, anlap baxmağa bir adamla girib şunda yaxşı bir gəpləndib, təsəllilən verib, qollab çıxdı da, bu nəsin demisim Uyğurlar bu tərəf gəlgəni bək kən qol. Yaxşı. Bu yer kelganda bir narsa qallam gəldi, hem de münasibət olsun qıstırıb ötgüm gəldi. Mən aspirant oxuyub baxdımda, mənim Azərbaycanlıq ki savaşım vardı. İkiz qızlar. Ular bilan yaxşı ötdüm, anlaşatdıq. Ondan keyin sen müstaqillik Uyg'urlar o'quvchilar qanday o'qiydi, o'qish mukofotini ola olamdi, o bu tətbiq qanday shunlardan bizningki chet ellik Uyg'urlarning o'z oldimizga Uyg'urlar o'zlari qurgan nimalar bor, organlar bor, maxsus o'quvchilarning o'qishi bilan münasibət kişilər köngül böldiğən, ma'naviy, maddi cəhətdən. O budətinin qısamlar bək heyran qaldım. Biz ayrım dövlətimiz batırıb, biz başqa dövlətlərə basaq, bunda işlər bizə uçurmaydı. Şəxsən biz hazırgıca özümüz görüb baxmadıq. Bunda iş yox. O bu dəpəşlər dedi. Bəlkə məmdə bolsa, onlar xəbərsiz qalğan boşu mümkün və ya ki, bolsumu bək, ularda bək az boşu mümkün bunda qışlaçı. Çünki aşağıdan mən bək Uyğur milletidən, özümüzün milletidən bək söyünüb ketken. Əlbəttə. Kim diqqətsəm, həqiqətən nurgun işlərdə fəqət oxucular emas, başqa hər xil nəmimiz bir-birimizlə münasibətlik köngül bölgəmiz. Tonusaq. Məsələn, falan dövlətdə, mən Türkiyədə oturub başqa bir dövlət falanç bunda xopdu desə, Eşinin qıpıramsaq, heç bulmanda köngümüz yerin buldu. Əlbəttə. Hiç oxuyamayımız, yoki bir iş buldu. Məsələn, çegralarda birisi tutulub qapdı desə, həmimiz şunda diqqət bilən qaça aşın bir xəbər gələykin deyib, aşın xəbərdə bulmuz qutulub desə, həmimiz maşallah deyib hoşub gitimiz. Ama Türkiyədə onu bunu o səbəb əb getdi desə degən, həmimiz şunun qımını yeyimiz, qutulub çıxsa hoşub gitimiz. Onu qeydi palayədə birisindən bir çağırıb dedim, dərhal şununla ailesi yardım var, gəlisi az duzun, yardımdan əvdə atqan buluşmamış Ramazan şuna yaxşı işləb olub getdik o.
Aşta birbirimizin gımın yeyimiz elbette. Şey bulamlık başka paranlar ağlam kirip kettik. Emdi yani temiz qaytı kelsek muşu aile zoravallık desəcə bir xil yuğal bir namdək. Məsələn, muşta psixik yetilib qidişdə balalarning ailədən alğan. Çünki balalar çoğ bolğanda bir ailənin ilgisi buldu da, şularning ailədən aladigan bir tərbiyə və ya ki ailedəki əhvallar, şunun təsiri köküzüşdən keyinki onun halında özgürlüklərinin buluşları toğruluq bir söz əpəsiniz. Mən bu cəhətimi bir qancha ailəni közətken. Hətta birisi buluşuq tərəfdə, məsələn bir neçə ailə, bir neçəsi buluşuq tərəfdə. Məsələn bunun konkret misal alsam, mənim başlanğıc məktəbdəki ədəbiyyat oxutucum. Bununla nəhayət yaxşı bir yaxşı tərəfki ülgü bulandı. Bu kanalsız bu oxutucumның 4 oğlu vardı. Bu ayal adette normal turmuşdumun başka kişilerim nayda bir-biriga intayın, mulayim, mehriban, köyümcan muamil qilishni teşvik qilgan bir ayalcı. Özüm acayip qandaq işib kelse egir bes tura alaydı. Şunda sılıq sıpayga qila alaydı, sılıq sıpayga muamilde bula alaydı. Bu muallimimning 4 oğlu batdı. Aşı toxtamayalı ballara qızlarım bardı. 2 qızı, 4 oğlu var ismini qaşça. Bular daim yılqmışlar tərbiyə qıladı. Ballar qanda tərbiyə qılıb ne dərs vaxtı bizə aralab dəb berətdi. Həm biz ailə boyunca tanışatdıqca bizim ailələr o ailə həm yiraqraq tuqqan kilimiz. Bilimiz öyrənəcək qandaq nələr buldu deganlarni. Bu şuna həmmə ballara şuna yaxşı tərbiyə berdi. Bobma oğullarga balam sizler keyin aile kurgandan keyin ayallarına bek yaxşı muamele qilishinglar kerak. Aşı sizlerning to'y qilib kirgan ayallarni mushu sizlerning singlaringlar o'xshashlar. Boshqa aş ailening nayt etibarlı, nayt aşı degan pulab cho'ng qilgan qizlari bu narsani unutib qolmaslik kerak. Undaq yaman muamelede bulduğan ya ki keyin onu urup dumbalaydigan, düşkəllaydigan əhvallar bo'lib qalsa, şu qilmishi, şu hareketni qilishdan burun o'zingizga bir savol qo'yinglarligi. Yo'qmasa avval bir pichoqni o'zingga sabbaq, og'rimasa ondan apirib boshqa odamga sal. Degan nimada ashundaq tarbiya olib boradi. Hatto manda bir nisbati bo'lsa Muşundaq yetim qızlarni tapsanglar, yetimning beshini silab qo'ysam tək yaxshi. Onu özümning qizdek ko'rma, mushtaq deb o'g'illargacha bek mushjada bek ching tutadi tarbiyani. Güzel tarbiya. Keyin ularni o'g'illarning hamsi mendan cho'ng. Eng kichik o'g'limdi nimdi. Bularning hammasi keyin ko'rdim, to'y qilib ballar qilib akashlar nim qildi. Haqiqatan Elə həmmo nim qıb qoyma fürsət bolsa qanday maldım əhvallaşamısanmalık öydekilərlə əlaqələşib qalsam sorab qoyma. Şu qədər yaxşımdı o ayalcı. Başqalarının qızını əlaqə kelinim dəb nümay kelillərini bu qızı orunu körpə. Özünün öz qızı orunda. Hətta təxi nimə əlaqə özünün qızlarını mı vaxt gəlgəndə Mundaq kelillərinin qıb qalsa, ballarımın tamaq yeysilər dəb kelillərinin nemisini başda oylaşıb. Aşlar yaxşı görgəni oylab etdi da. Aşırı dərəcədə qarar qılıb. Bu ailədə normal əhvaldımı ailə tərbiyəsində anının qançilik sabahlıq buluşu, qançilik bilimlik buluşu yoki farzandlarga qançilik yaxşı tərbiyə verilişi bu bək mühimdir. Asasən çünki farzandlar ailədə köp qism vaxtını absırla ötküzüdü. Şunda bolğandıkən bu ana tərbiyəsi, ailə tərbiyəsi qızlara mühim bolğandək, oğullarına oxşaşlanaydı mühimkə. Bunu görüb aldım. Bunun tamamen qarım-qarısı ailələrini göz tutaqan mən. Bu xil əhvalda hətta bəzi ailələr var ki,
azırak kilinden bir severlik ötüp boğaca oğlunu küşkürtüdüğün. Xotunun şunu qamedi, bunu qamedi, onu qamedi deyip o er tarafından acısınları, apsi, hatta hamılarıca arlaşıp o yerde ameliyat erinin ayağı yaman muamele qilish, vaqirab urup tıllaş niyeti bolmasımı aşındaq onu bilep küşkürtüpten aşındaq nokta ekep koyduğun ailem baka. O anandan keyin özü bilip o er kişinin özünün xiyali xalış bilen emas alanınki ma'lum bir qalarin küşkürtüş bilen aşındaq ananki bu yer aqibet nim kep çıqıdı şu ailedeki eriyalının inaqsızlığı kep çıqıdı. Andın balları olsa ballarının bevasitalı nimisi təsir etdi. Ruhi halati təsir etdikken anki oquşu təsir etdikken bu şekilde bu alık zincirsiman halette ailenin huzuru, inaqlığı bozulğandan keyin bu asta bunda aile köpeyse Uyghur cemiyeti ne bulduğu hamdemiz ayancu. En ahırda verip şu terakkiyatımız astılaydı. Aile macera dedin ki çıkamayız. Aşındaq şu. Akıbet belki korkmuşlukçu. Şuna bu nəsləydə qətqəsi aile tərbiyesi, muş oğullarının tərbiyelişi, muş cəhətdə ayalların asıraş, ayalları zoravalıq qılmasılıq bu cəhəti tərbiyə verişmi ona ait mümkün. Bununla koşup yeni bir nokta ailedeki atının oğluğa qandaq örnek boluşu. Bunun bək mümkün. Bununla düşünülen işlerini közətken mən. Bu yerdə bazı aileler bakı ballar buldu ki mesela benim atam, apamla daim uğrattı. Ben çok olsam qat'i ondaq bulmayım. Ben ayağımı bək yaxşı muamele qılmay, apamla qoğdayım. Acısınları olan qoğdayım. Bunda ideya çoğun gelikin. Bazı aileler şöyle resmi köpeydi varandakla atısı qandaq yaman adetler bulsa apsın ursu dumbalsa şu bir de ben ursam dumbalsam buldukken şu an qıpıqtike aşında ideyada çoğup qaldığan ballar buldukken bunu ben köygen bu bek içiniz qahvalke bu alıqı bunda keti verse bunlar alıqı evlat mı evlat bunda davamlaysa bu teximo korkunçluk qanday. Təxmin köp ailelerde zoravalıq yüz berdi degeldik. Davamlış bir örnek yapmağını da. Mundaqca betqa vaqtida atalarning ailedeki yaratqan muhit, er ayla otursaki muhit ve perzatlar otursaki, qeyrindaşlar otursaki yaratqan eng yaxshi muhit şu ailesinin evladıgıca bolğan silingan bir məbləğ bolgan bu. Aşı atanlar bək yaxşı ülgü buluş gerek perzatlarga. Adette deyimiz olarak mesela anıları qandaq olsa qızları şundaq oldu o bu degenlik bilen anlayımız. Əməliyyatda atıları qandaq olsa oğulları şundaq maşından aldıcaq nədi mağaz keynəcaq şöyle oldu. Alinəklə balız çalıb qoyuraq degəndə aşında bir gəplər var. Lakin bu əməliyyatda oğullar üçün bu oxşaş yəni çox. Dadısıdan boluşuq tərəflərini aldı, boluşsuz tərəflərini aldı. Onu köpəytib özünü qılıb. Çünki halqı bu insan özünü bilməyəndən tatib etdi. Aşı muhit yaşaydı. Yaşap uzun yıl aşında yaşayan dikin, aşı tərbiyətçi olğan dikin. Şuna təsir yoxdur əlbəttə. Ayalım kömüsün dep anından ülgeyilib mehriban bolalaydigan ballarni Xudoyim bizi köpeytip bersin. Aştaq to'g'ri tefekkür qilalaydiganlarni uchun ana o'xshash paspa meni atam qilg'ashdan men nim deb qilmaymanka deganlarni azaytib bersin. Sizlarni har qanday ishning ikki tarafi bor bo'ldi. Birisi yaxshilik qarab o'zgardi, birisi o'zining holatini saqlab qoldi degandek. Mush oila zo'ravonlik uchirgandan keyin u hayot yo'lini qaytadan tanlaganlar ham bor, sukut ichida ham yashayotganlar ham bor. Mush ikki xil ko'z qarashqa kelishdiki sabablarni bunday analiz qilib baqdingizmi? Bu vaqtda nurg'un misollarni ko'rdim, kuzatdim, selishtirdim. Bu jarayonda mening kuzatganim shu ikkinchi yozmamda tilag'anim hesab maktabdagi do'stim birga baqtirgan. Endi bu yerda shunday bir masala kelib chiqadiki, bo'liqi oila zo'ravonligi
nurg'un qatam uchrab muallaqqa faqat ovozini chiqaramay yashaydiganlar ekanman yillar bo'yicha. Ba'zilar bakamda bir qatam urgan odamdan yaxshilik kutgil bo'lmaydi. Bunda deb bunda o'ylab nim qildi. Endi bu yerda men yozmam tilog'i do'stim bir qatam emas, endi nurg'un qatam qisqagina hikoyaning ichida tayoq yeb ketibdi. Onun hatta men rasmlarini ko'rgan, butun bedenini shu tasvirlagan kalpikleri doğrayıp ketken, ko'zi ishqdan yo'qolib ketayap qolgan bir ko'zi. Aşı mavu. Bu ular yürüp to'y qilganmi? O'zlari mabasib to'y qilgan. Qarish taraf shunda qilqi normaldi, endi shunda muloyim bir dedi endi. Balkim 20 yil muhabbet işitken şu jarayonda endi bek o'zini pardozlab ko'rsatgan bo'lishi mumkin, bilmayman. Şuna bu yerdan de ne çıktım bu iş tekrarlangandan keyin do'stim o'zi nayt yaxshi o'qigan qizchu, o'qib nim qilib xizmat tepib o'qitishga qatgan qiz oldi. Şuna shundoq turibmi, ajrashib ketsa iqtisodiyatdan yoki qanday qilaman u bundaq ham yo'q amaliyoti. Shunda turibmi, ajrashishdan burun nayt ko'p bilqi o'ylandi. O'y xiyol psixologik jihatdan nurg'un to'sqinlar uchrabdi. Endi bu yerda uchirgan to'sqinlar shuni ajrashib ketsam ota-onam nimada, xalq nimada, tonish bilishlar nimada, bir xalq nima deb qoladi deb bir gaplar bor. Shunga o'xshash xizmatdoshlarim nima deb qoladi degandek. Endi ajrashgandan keyin qanday qilib birsini tepib to'y qila olamanmi, qila olmaymanmi degandek. Ikkinchi adam qanday qildi degan ansirashim bo'ldi. Endi bu yerda men bunun sirtidim endi bek yaqin bo'lib ketmagan ashlarni ko'zatgan misollar bor. Yig'ib kelgan chog'da mening chiqargan xulosam bizning Uyg'ur jamiyatimizda haqiqatan mush ay zo'ravonlik uchirgandan keyin dadillik bilan, jasurlik bilan o'ttirga chiqib men qaranglar bundaq ishga yo'liqyaptiman. Tayoq yedim, yerim ko'kirib ketdi, andaq bo'ldi, bundaq bo'ldi. Hatta o'zining ota-onasi, o'zining qarindoshlariga darhol buni ko'rsatmaydigan ahvol ig'irga, yemaydigan. Bir mezgil sukut qilib boqqan ekan, bo'lmagan ekan, andan keyin aranliq o'zining eng yaqinlariga, atrofiga nima qila oladigan. Bu xuddi men oila zo'ravonligiga uchirdim desa, xuddi boshqalar masxir qildigandek, to'van ko'rdigandek. Ashundoq bir psixologik holat bor ekan nurg'un ayollarda. Eng oxirida u do'stim ajrashib ketdi. Ajrashib o'zim nima qilmaydi. U jarayonda nurg'un ishlar yo'liqibdi. Eng oxirida shu qarorni chiqarib ajrashib o'zining yo'liga ravon bo'ldi. Endi bu yerda o'qib, yo'qimsa ma'lum bir kasb o'rganib, o'zining iqtisodiyoti mustaqil bo'lolmagan ayollar texnik bog'lanib qoldi ekan yo'liga. To'xtamay tayoq yeysimi, chidab 3 balam bor, 4 balam bor, ajrashib ketsam bu balalarni qanday boqaman, qanday yashayman. Ota-onamga ig'ir kelmas bu 3-4 balalar ota-onamning uyiga borsam ve yoki ota-onam bo'lib ketganmiz, qarindoshlarim, aka-singillerim ig'ir kelmaydi degandek har xil andishlar bo'ldi ekan. Yo'qimsa men nima ish tepib, nima ishni ishlab pul tepib bu balalarni uyini qandayman degandek. Shuning bilan chidab tayoqni yeb jimni o'zining dardini ichiga yutibdan o'tib ketadigan ishlar jiq ekan. Bularning misollarini jiq ko'rdim. Lekin amaliyotda ashundoq qiz ayollar nima qilsangiz, mundashqa vaqtingizda ularning shu qalbining naqadar qon yering zardab to'shib ketganligini his qila olasiz. Bu yerda demoqchi o'g'lim, qiz ayollarimizning yaxshi bir ma'rif tarbiyasi ko'rishi faqat va faqat iqtisodiyotda mustaqil bo'lib o'zlarini erning oldida tik tutish yoki misolga shundoq ishlar beshiga kelgan chog'da bek unda qiynalib ketmay qaror chiqarib o'zining yo'liga ravon bo'lish bu oddiy bir qism deb o'ylayman. Eng cho'ng qismi nima degan chog'da qiz ayollar, onalar millatning kelgusi avlodlarini tarbiyalaydigan onalar cho'qim bek yuqori ma'rif tarbiyasi ko'rish kerak. Shu chog'da millat taraqqiy qila oladi. Bu endi ayollarni
qız ayollarning ma'rif tarbiyasiga ahamiyat berishimizning eng cho'ng nuqtasi deb o'ylayman. Şu ayollarning tarbiyalanishi, ularning nima bo'lmasin, o'qib, hech bo'lmaganda bakalavrlikni tugatib, andan keyin to'y qilib, balaliq bo'lib, ana bo'lishi muvofiqmi deb o'ylayman. Bu mening shaxsiy ko'z qarashim. To'g'ri deysiz. Ba'zida cho'nglardan anglaymiz, chavaq ikki qo'ldan chiqadi deb. Balki ba'zi ayollarning oila tarbiyalanishiga sabab bor, madaniyat saviyasidan sabab bor. Ba'zilarning bir ishlarni diddi bilan hal qilishlaridan sabab bor, farzand tarbiyasidan sabab bor. Endi bu yerda nuqul holda ayollarningki tayoq yeyishini qarshi bir tarafdan ko'sakmi bo'lmaydi. Xuddi chavaq ikki qo'ldan chiqqandek. Ammo bu yerda muhim ta'kidlaydigan bir masala, bu ham bir deb o'tdingiz, urmaymi masalani hal qilib bo'ldi. Nim bo'lishini qat'iy nazar urishning o'zi mayli bizning Uyg'urlarning an'anaviy urf-odatlariga bo'lsin, mayli dinimizda bo'lsin, hech qaysi tushmaydi. Albatta. Bu bir xatolik o'tkazgan hamon u ayolni urib dumbalash bu hech nimaga to'g'ri kelmaydi. Shu ayolni urib dumbalayotgan erlar o'zlarining yurki qo'lini sap tinglab boqsin. Shu urush bilan shu ayolni o'zgartirdimi? O'zgarmaydi. Uningdek ayoldagi kamchiliklar urush bilan hal bo'lmaydi. Ham o'zgarmaydi. Ko'rgan misollardami unda o shaklda hal bo'lmaydi. Hal bo'lgan bo'lsa-mu boshqa shakllarda hal bo'lmaydi. Yoki ajrashikda bu ham sizning do'stingizga o'xshash, yoki bo'lmasa bir umr tayig'ini yeb o'tidi, ichinishliq ahvol, u ruhiy holat oilaningki muhitiga ta'sir ko'rsatdi, yaramsiz bo'lgan bolalar kelib chiqadi. To'g'ri. Shunga bu urush masalani hal qilish emas. Masalani hal qilish chiroyli o'tirib tarbiya berish. Agar masala hal bo'lgan bo'lsa, u ikkinchi qidim urmaydi u er. Onun ikkinchi qidim qayta urishi, onun birinchi qidim urishning masalani hal qilolmaganligini bildirdi. Unda bo'lganki u amalga oshmagan, unumi ko'rinmaydigan u sinoqni takror qilavermaslik kerak qarshi tarafni yurgan sizda qilib. To'g'ri. Endi bu yerda bir narsa kallam keldi, siz deyotgan degandan keyin. Shundoq bir oil do'stimiz desam bo'ldi, Apashpatdi. Ashundoq o'zida haqiqatan masala borchu, Apashning. Men cho'ng'an serik texnologiya kichikdan ba'zi masalalarni mening kichigimdan bir masalalarni ko'zitib tahlil qilish. U vaqtda kallam yetmagan bo'lsa, kallamni bir burchakka ya daftarimga ilib qo'yib, uni men o'ylayman da. Hatto hozirgacha men o'ylaysiz. 10 yosh vaqtimdagi ishlarni hozirga kelib men tahlil qilmay, analiz qilmay, uningdan sabab natija nimishqa qandoq bo'ldi shu narsalarni chiqarishga urinib boqmay, tirishib boqmay. U Apashmi biz kichik vaqtimdagi qo'shnimizda, oila do'stimizda, qo'shni deyishga bo'lmadik. O'ylarimiz biroz yiroq. Oila do'stimiz. Bu Apashning doim deydigan gapi, men eng qarishi bir gapi. Erva odam mushaydi, erva ayol mushaydi deb. Qo'yva go'shaydi. Nayda bir xato bir gapchi bu. Chunki bu Apash haqiqatan behcha ko'tildaydi ham o'rinsiz ko'tildaydi. Vat sen uni qildim, bunu qildim dadashqichu. Anda yana biriga chatahiri haqning ani qildim, man qildim, anabda sen hozirgacha manchik pul topmading yoki shuni olmading, buni olmading. Bu haqiqatan bir xato bir usulda. Albatta. Shu narsa intilsimi boshqacha nimada silib qilish kerak. Mening mushundan narsamiz bo'lsa deb shu narsani og'im bor degandek menda ifodasi bo'ldi. U chog'da balkim qarish taraf ayolning menda narsani og'isa aka, men shu narsani elish uchun tirishishim kerak deb tirishib ishlab jiqpul tepish mumkin. Lekin oxir usulda desa mumkin ana o'zining maqsadiga yetolmay qolmay u yerda bir bo'lishsiz muomalaga uchraydi-chu er tarafidan. Bu Apash haqiqatan nihoyatda bir aniq misolchi bunga. Menda o'yladim, ayolning psixikasini tahlil qildim. Ilaqi tayoq yeganki u yoq o'zining tayoq yeyishini hemen erimni oldida to'xtamay qo'tildab, ani qil degan majburlig'im uchun tayoq yedim demay, erva tayoq yeydi, erva mush yeydi debchu, o'zining mush yeyishini gap bilan yasab, men xatolik o'tkazib yedim. Əmiyyət özü psixolog cəhətdir, rahat qılmaqçı. Şu, axlavamakçı, erva adam yeydi şu, degəndək. Doğru deysiz. Degəndək, ulanın
İki oğlu bir kız var diyem. Üç balsa de bularmı, yaxşı iş, qaysı işini mi ya? Cıqbız tolğuttırğıcı okudu işi. Bu aile toxumay cidal macera çıqqandan keyin bu bek ta'sir qildi ekan. Bizlik zo'ravonlik er ayollar ko'z oldimizga keldi deb turib, yani er ayollar kecha qaraq so'zlashib ketdik a. Endi men bolalarning, qarindoshlarning, ota-onalarning nima bir deyishaylik. Bularmı emniyeti bizning cemiyetimizde mevcut. Hatta mening aşu tolğuttırki bir savolishim. Aksini, öz aksini zo'ravonlikqa uchraydi. Öz aksi daim urvaladi deb qizalni. Aşında bu kız asli şunda çeçen, ziyrak, bek yaxşı qızdı. Dast yaxşıdı. Aşında nahayet uluğu var, gayları bat deb qizalni. Aksiyadız o'ylab hamda bu yerda shunda bir nuqta bor. Bu aksi bu qizning hamma ishlariga chat kelib oladi jo'lqi. Hatta bu yerda o'tishdiga ishik deb o'ylayman bu ishni jo'lqi. Qizlar odat ko'rdi hamda. Oshunimi surishti qildi. Mesela oldingi manjinslar odat ko'rib kelsa, bu vaqtda 2 kun kechikibdi. Deb shuningga urib, butun namiyani ko'kardi dedi. To'va. Alqi bu emniyet okuzasına yaxşı qızlarlar, ondan egiz bəsnimiz yox. Bu işənməslik bir haqarətdək bir nəsə var, özün sanırsan. Bunu qoyub durayla, mən əmdə oyluğunum, aşçağdım şunda qoyluğun, elə həm hazır qıqallarımdan şunda oylayman. Bu aksının həqiqətən bək əğir psixiklik məsələ var. Bu toy qısqanda qıla? Keyin toy qıldım, qılmadım, hazır qanda ulan oxumayman. Bu yerdə diqqət qilish tegishlik nöqtə shuki, o ailənin əsli adansının münasibətidirmi? Bəlkə o məsələ var ki. Şundaq olub, anan keyin o aksının psixikisi şunlaşına qalaymıqan, əmdə özümün şunda düşündürgən. Akam əsli bundaq əməsdi. Yəni yan birisi biçərə, hə? Kiçik vaxtımızda bəlkə icilinak, bəlkə man köynədi, aşda ötətdik. Annenin keyin şu andaq olduğuna. Ailəsinin təfsilini oxumayım ekan, atasının arasında bək çox məsələ olub. Bir işlər olubdu ki, şunun işlər olub qaldı, o bu deb aşda düşündürgəndi. Əmdə yəni şu çögültüb əkəsək ki, ailənin icilinak buluşu, atanın icilinak ötüşü, yəni şu pərzəndlərinin ruhi cəhətin, cismani cəhətin, əqli cəhətin, sağlam çoğun buluşu da pek mühim. Bundan sırt yine yaşanğan atansını urvaldığan keyin əmdə bu misallarını keyin Ürümçidə işləb qalxdığımda. Eşədi bir vaxtlarda ündüdardaylığı bir qızın apısını urğan nəsi bək taqıl ketken, hə? Aslında bir nəsim batdı. Mən əmdə əmliyinimi yüz bəyən əlqinin ətrafımdakiler sözləb bəyən işlər batdı. Vaxtı çoğunların urvaldığan. Anı qımdan. Dəbləlik paras burası şapılaq. To'va, qanday qul bordığanda, məsələn, anda qeyrindişini urdu, yəni birini urdu desə, madem qəbul qılıb otağına to'v buday. Bundaq işlər olubdur ki, annem balların urvaldığan atanlar əməliyyat xeyli var. Sizmi bəlkə bildiğanlarınız, tanıdığanlarınız buluş mümkün sizmi? Bu atanızdan balısına urvalish bu umumyüzlüklə bəlkə 10% ailədə yox bulsa deyişki bulamıki, 90% ailə bulamıkin deb oylayman mən. Biraz çoğun bulu belə. Elə o qısta urvalish emas, elə bax bundaq ədəbləb qoyuş, bundaq qilishlarını deymən. Onu hesab qılmadım. Kiçik vaxtımızda bəlkə bilməyəm, mənim urub baxqan qoşum oxumayım. Lekin bala ma'lum bir yoshga yetgandan keyin bir bizni chakchagida bulduq o atamizmi diqqat qildi ba'zi narsaga. Shundoq nim buldi endi. Shunda cho'p-cho'ng ketgan qizlarni urib oldigan dadalar masalan. O'g'illarni rasmiy urdi degidek, dumbaldi degidek darajada urib yetadigan dadalar bor. Shundoq har xil ishlar ish qilib atrofda mavjud. Şuna əmdə bu aile zoravallığının türgü ayırıb gəlsək, əmdə abayı tılğağan yəlqəyim. Birisi inkas yazıb tikədidim bu. Aşna ayalı eğrini urvalab dedim. Bu xil misalını əmdə mən öz gözüm bilə, yoki öz quluqum bilə körüb anlap baxmadım.
İnkastikini okudunuz. Bek az bolsun bu bayken hemdi. Bayken dep oyladım. Çıkıp kim kimle ursun, aile içinde birisi Hem uruşdan sırt abiyem degende kemsitiş, hakaretleş, urmusu mu gerçek kırak. Bazda tayak, sünek digidu, gap, yürek digidu. Karşı tarafta orunsuz külleş, eyipleş, kemsitiş, onu hakaretleş, kamsunduruş, degendek aşnaq nərsənin ki həmmisi aşlamı mənəvi cəhətdən zoravalıq kirdigan. Şundaqmı? To'g'ri. Bu cəhətdimi? Bu yerga kelgan chog'da siz menga deb bek yaxshi qildingiz, bir narsa kallam keldi. Bugun tilg'ab o'tmoqchi bo'lgan eng muhim nuqtalarning birisi deb o'ylayman. Shundoq bir psixikalik nima borchu, kishilik hamda psixikasida buzilish masala yuz bergandam do'qamda. Bu yerda narsist deb qo'ydi turkcha. Buni men o'zmaptun deb tarjim qildim uyg'urchaga. Bu xil xarakterdagi kishilarmi mavjud. Biz hatto o'zimizni biz uyg'urlarning ichida bu xil xarakterdagi kishilar zot qanchalik nisbatni egallaydi, taxminan bir nim qilib boqay deb diqqat qildim. Men bu qumni albatta kichik vaqtimda bilmaydim. Men bilgilim undaq bek mancha yil uzun yil bo'lmadi. Lekin bu uqumni bilgandan keyin men keynimga yenib, yana o'zimning bu bolliq vaqtlaringiz eslab baqdingiz. Shu qiziqishim, shu balkim to'g'ri bir iqtidormi yoki qiziqishim uqmayman, shundoq nim bor menda-chi. Keynimga yenib o'tirib ba'zan sizlarni oliy maktab qaytimi yoki bo'lmasa Urumchi qaytimi o'tirib o'ylab boqaman-chi. Ben tanıgan talan kişi asli özmeptun muşundaq xarakterdagi bir kişiken to'q deb bir xulos chiqarma analiz qilibchi. Endi bu yerda bu özmeptunlik degan qanday narsa desangiz, bu o'zini bek muhim deb o'ylaydi bunday kishilarchi. Xuddi butun yer shari shuning atrofida cho'g'ilayotgandek ashunday qaraydi. Amaliyotda yaşarı öz oqatı ətrafı çögüləydi-də. Lekin bular özləri şunçilik muhim, özünü aləmdə bir tepilmaydigan bir nərsək oylaydı. Oylağaşqa özünü nəhayət ilğar, esil nəslərə layiq deyə oylayırdı. Məsələn, o bir əkiş olsa, aş millətinin içində ən sərxil qızlar onunla layiqdir. Yadımsa hatta bazıları aşırı bir dövlətinin beşideki adamını özü layıq görüb aldığan qız ayallar buldu. Əkiş olsa şu dövlətinin beşideki kişinin qızlarına göz tikib yürüydiğən. Əməliyyatda bu heç qaysı real emasçı bu oy xiyalları. Lekin özünü şundan belki başqalardan üstün köygeşkən. Bu xil tipdagi, bu xil xarakterdagi kishilarning kallasida har doim o'zlan bor. Faqat va faqat o'zla bor. Bekar o'zimaptun deb nim qilmadim yo'q. O'zim boshqasi ko'zi ko'rinmaydi chunki. O'zimdan o'ylaydi, o'zining ruhiy holati, hem işte o'zini markaz qildi. O'zini markaz qildi. Qarshi tarafga nima dedi, qanday harakat qildi, qanday qilmishi, qanday so'zlar ketdi, qarshi tarafga qanchalik azob olib keldi, qanchalik onu karşı taraf onun inkas qaytırıvatıdı, ulanım oylamaydı. Ularla hesaplaşmaydı. Anda karşı tarafını xalığanca bahalab, eyiplab, düşürüb, aşında qılıq bir xil şunçilik rəyimsizlərcə bir eyipləşlər, bahalaşlar, aşındaq bir işlarını qıldı. Anda mənim gözətkinimdə bu xil xarakterimi ailə içində faqat real bir-biriga emas, boshqa a'zolarmi oiladagi inoqsizlikni keltirib chiqadi ekan. Bu xil xarakterdagi, masalan, er taraf shunday xarakter bo'lsa, ayolni to'xtamay tushiradigan, ayiblaydigan, sen degan ayol kishi buni bilmaysa, yoki bo'lmasa nima ayollarning chechi uzun, aqli qisqa degandek bir gaplar. Amaliyotda buningga qarshi men o nədir o çeçi uzun aqli qisqa. Onu koluna deb qo'ygan bilan men uni e'tirof qilmayman hozir. Bu bir xato bir gap deb o'ylayman.
Şoňalyky bunda karakterdeki erler şu ayalını göz girmeysen, man bilmeysen, ma'lum bir tema üstüde paranlaşkan bolsa, oturdan nem qıp ayal sual sorap qalsa. Qoyasan bilmeyse. O bu dep qoyup. Əməliyyatda onundan yaxşı bilişi mümkün. Elbette. Ayal. Muşunda qalıp toxtamayalğı senin uyarın mandaq, boyun paka, sen andaq seni, sen mandaq oruq. Burnun igiz, yoğan, panak degende her xil nimelerle karşı tarafga intayin yuqur derecede ruhi cəhətdə azap ep geldi. Bu akıbeti ne buldu? Şu psixiklik zoravallıqni şekillendirgen buldu şu. Adam üçün cismani sağlamlık qançılık muhim bolsa, ruhi sağlamlık mı? Şunçak muhim. Ruhi sağlamlık, cismani sağlamlıktan better muhim. Çünkü ruhiyiniz sağlam bolğanda başka əzalar tabii ki sağlam buldu qaran. Şuna sağlam bolmaslığı ruhga əzalarının ki iqtidarlarını çekindirip ötüdü. Şuna mening əmdi aşı burun köygen örneklerini kayda oturup təhlil qıpnem qoğa vaxtımda Yakumsa ile müşe köygen ikim nurgun nemlen köydüm. Bunda közetsem şu hazır bu özmeptun karakterdeki kişiler köpüp qalan çıray aramızda. Aşağıdan kalıp hazır bu nəsə balladı bək əvcab ketiydi. Yaş balladı cü. Bu məluki bir hesapda mandaçı hazır balla bunun mesela bir neçe balası aran içiyordu o kosluk nem kalıp. Hazır karısa 2'den 3'den 1'den aşta balla olgandakin ulanık atanla etibarlap vay balam dep beləki nem qıp qoygandakin bu xil karakter asan payda olub qaldı ki. Özünəliqi aile içinde vay dep beləki kötürlük lamnem qaldı ki. Men dünyada bir oxşayma. Bana yetilgan hiç qanday kişi yok qalaqa. Aşında bir karakter yetilib. Şu sebepten yaşanda bunda karakter yetilib qilishning o'zi hozir pasif narsani epga otib qanasiz bir yekiləməslik, birleşəməslik, hiç kim bir-birisinin fikrini qabul qılamaslik, yekigan yaşaş, ondan nurgulğan ballarda hozir özlerine yataq uygulam sunulib, sit bilan buğa alaqını üzütiş. Çünkü başkanın hiç kimden fikri onunla yaramaydı. Ailedaşlar cık balla çoğun bolsa, mahallede oynap çoğun bolsa, ancak bile oynaş jarayonida hamkorlashishni, bir-birisinin fikrini qabul qilishni öz vaqtida bizning ah derek, kök derek, mende sizge kim gerek degan oyunlarımız mıcı? Aş oyunlar bizning şu oynagan oyunlarimizning hammasi ballaning psixikasini tarbiyalashda bek muhim ahamiyatga ega. Her bir oyunun o'ziga xos ahamiyati bor. Aş inoqlik, ittifoqlik, qarshi tarafni e'tirof qilish, kuchliklar o'zini namoyon qilish, ojizlar onunga bo'ysunib, aşan yetaklishi ostida o'zini qo'g'dash degandek narsalar tabiiy holda moslashishni keltirib chiqargan. Hozir hem o oyunlardan xali, hem ailege bekinib oldi bolalar, hem anındek atanları bir ishga farzand bo'lganlik uchun cho'ng ko'di. Shuning bilan bu maslaşamagan bolalar bağanç sani avıp ketiyordu. Bularni bundan sanını avıp ketişi ama taraqqiyot, birlik, natija degandeklarning hammasi shu ömlükten, bir arıq kilishdan, fikrlarni hurmat qilishdan kelib chiqadi. Buna hoğan fikrlar bir kelmaydi. Bunun özümü hozir ömdülüqi. Davr almışıb, taraqqatlar yaxşı olğan bilan, lekin adamlar, ko'p adamlar özü əslidi ki, karakterden yatlaşıp gidiyordu hozir. Baştan özümü öz meptulluqni keltirip çıqırdı. Bu elaqa ballarni qana deymiz, qancha boy aile bolsa-mı, ballarni mundaq tavlanish uchun muhit yaratish kerak. Jabalıq muhitlarni yaratib, chenoqtirish kerak kichigidan tortib. Masalan, mening shu bir nimam bo'ldigan xizmat ishim. Örümcü dağıttım. O kızlarla şu kiçiğinin şehir toğulup çoğun olğan geçim. Annekin bütün iki kızım ola. Yazlık tətil olsunlar dadası. Aş degen nöylüqi boğucularını ösüplam. Bana verişe palam tıqqallarının etizi verip işlerdi. Yoğuq sap koyup geçim. Şunlar bula verip şikayet çenıqıp gelirken bu yerde. Bütün etiz işlerini qilib, öy işlerini qilib aşağıda.
o məxsus tuqalların bildik ya, o ballarını çenəxtiriş üçün əvətkin. Onda varken ularına bulan mehman da belki avaylı. Ayab odam işqisi deyir ki. Aşağı çenəxtirdik ya, aşındaq deyim qılıb. Şəxsən özüm aşında, kiçik vaxtımda hazır qarğallar bəzilər minə parnikdən çıxqandək oyluvaldı ki, əmniyyət onda qəməz. Mən kiçiyim Səhrada doğuldum, keyin toxtmay məktəb almışdım. Bazağa gəldim, şəhər içi kirdim, onu qıldım, bunu qıldım. Bu cərəyanda mən qıb baxmağan etiz işi, mən qıb baxmağan öy işi, iş əkmini, degəndək hər xili ormur, şəkumsa, üzüm çılan işləri həmmisi həmdə bizim o yerdə. Qoğun, tavus, həmmə işlə qıb baxqan mən, asasən. Pek güzel o hayatla. Səhrada gəliqi, etiz işlər olsun, həmmə qıb çoğunğam. Şunlarlıqı ali məktəb çıxqa vaxtımda başqa bir şəhərdən gələn bir sağlaşım, sadə sayqoriyalam istəyəndə mən rəydən qoy çöçük getkən şu çağda. Çöçük gidib, mən aşına parnikdən çıxqanda görünən mükəmmədir belki. Əməliyyat onda qalıq əməscə. Şuna bu yer tərk etmək olmur, həm də özəl məxtəş əməz məqsəd. Həqiqətən bizning qoyum kiçik vaxtımız şunda çeniqiş fürsətləri batdı. Şərait batdı. Lakin müşlə şərait bolmasımı, şəhərinin qaq otursu toğulğan bolmasımı çoxun hər xil çağrılan tepib çeniqiş fürsətlərini yaratish kerak. Yaratıb aşına ballarını çeniqtiriş kerak. Faqat nim bolmasa öydə tətil vaxtında məxsus bir ay yoki 2 ay sen mama işlağı məsul, sen tamaq etişki məsul, sen mamı qılsa da bəqçub, ayırıb aşındaq tərbiyelisimi buldu. Hətta mən bir ayını bilmə, şunçilik yalıqı qılıb qısab tərbiyelətgən ballarını üçün, mihman kəp boğuca, aşı qolduk bütün nəsə elib, aşı sabmikeşlərini ətkilib aldıq, tizib degen, ayağın səb boğuca, yügürəb, ayaqlarını rədki tizib degen, acayip bilqi. Mihman qayıp qılı mağaz degen yügürəb, ayağını əkildi, sabmikeş elib, ayağını qoydu. Ki də qallam teyyalabcı. Acayip bilqi, bu tərbiyə degen əmdə bək məcburi əməsə, xalab öygündüğən alətcə. Çünki xoşal tuyğu bir alısı. Şəkildə şoxul halətdə öyrətkil buludu. Bu əmdə atanlarının qançilik yalqı, müşündaq usullan tepişqa qançilik mahir işgəliyi bağlıq. Ondaq zorlab bolam, sən zal, şunu qıl, qılmısan, onu qılmə, bunu qılmə, dəbmə. Bəlkə kiçik vaxtı qıldırğıl buludu üçün. Lakin o tigidin tərbiyə vab sınmaydı balağa. O nəliqi başqa xil usulda silik, bundan mihriban gəplər bilə. Qılıb amdın balam bizdə mındaq ənənli var, mındaq ölüb adət var, Uyğurlarda mihman kəs andaq qılımız, yoki mındaq usmandaq qılımız deyəndək nimələn ögütüb. Onun aldikəyini səbəb nəticə deyəndək nəslən sözlə bəs minəcə balaq xuşallıq bilə öygündü o işlərini. Dərslər işiniz baxmağan halda gözətkənləriniz toğruluq, ətraflıq paranlaşdıq. Həm də ən axırda sizin görürməlləgə deyilən qandaq təvsiyələriniz var? Əmdə bu nöqtə gələn çağda ən axırda iki nərsini, iki mühim nöqtəni təkidləşini layiq gördüm. Bu yerdə birisi biz Uyğurlarda şu bir-birimizə yalqı mehribanlıq qılıb yakımsılıqı, nəhayəti çiraylıq, güzel sözlərini işiltədığan bu xil adət bizi kəmçilikə. Bundaq yeyilmağan çox. Nəhayət az ailələrdə məsələn ən adıysa tamaq qılıb, ana qoyğandan ki, yeyəndən ki, yoldaşı, balları yalqı, vay tamaq bək oxşatdı, rəhmət degəndə gəplən deməyilğən nurğun ailə var. Bu deyilqi tamaq etibdən qılış, ayağına məcbur etdək, yəb, çıxıblam getdi, valıqı bir xilçə. Şuna, mən bu Türkiyə kəlgən ki, müşünü es qıldım. Türklər həqiqətən bək köp təkəllüb sözləri var, bək çiraylıq gəplər işiltidir valıqı bir xil. Biz təkəllüb sözləri doğruq söhbət qılmız. Bizdə çıxıran bu şu kəmçil, qada ifadələşini bilməyimizə, şulanı oturuq çıxış gerək. Ailədə mi? Bu nəsəgə əhmiyyət bərsək, bəlkə nurğun eləqi, əriyələr dursun ki, sürkülüş, zidiyyətlərini, nurğun nəslərini, mayədəki gözəl çiraylıq sözlər
ayada besip ketib, balki ziddiyat azayışı mümkün deb o'ylayman. Şuna mush narsa diqqat qilib, balki burundan ashunda qilib tamaq yeb yoqimsa qarish taraf mayli yol eri ayağlığı bir yaxşı çıkıp bergen bolsun. Yoki ayoli aile üçün bir iş qilgan bolsun. Yo'q, bir-biriga o'zaro rahmat aytish. Voy erib ketdingiz, mani qilman deb, an qilman deb, uzoq aram bilan yoqimsa bu nimiz, banda qilganingiz bek hoş buldum, rahmat. Bu tamam o'xshabdi degandekchi. Mushuna gaplarni ko'proq turmushimizga olib kirsak deb o'ylayman. Ko'proq ishlasak, mushuni ishlatishga odatlansak. Bular pek muhim noktalar deb o'ylayman. Bu eng oxirida berib shu oilaning inoq, mehribon bir-biriga mushunda o'tib ketishiga xili cho'ng to'pis bo'ldi deb o'ylayman. Bu bir nokta. Yana birisi biz mayli ailede bo'lsin, mayli er-ayollik munosabat bo'lsin, mayli boshqa oila a'zolari o'tirishga munosabat bo'lsin va yoki o'zimizning kasbiy xizmatida bo'lsin, biz qilayotgan ishlarni bizlarga birsi majburiy qilib yoki biz qilishni xohlamay eng oddiysi manda deyli. Ailede ana tamaq etdi, 5 bal so'si 5 bal yo'ldosh qo'shilib u yerda manchajan tamaq yedi deyli. Bu ne alaka ayol kishi bir xil mecburi bir vazifa sifatida ko'rib olmay, xushallik bilan men mush ishdan xushallik topaman deb o'ylab turib qilish kerak deb o'ylayman. Bu yerga kelgan chog'da bir danglik psixologning kitobida o'qigan bir narsa kallam kelib qoldi. Ashuni misol qilay. Uningda mundaq narsa yozibdi. Bir ayol bir kunsi bir necha simit setib olib sahilga beribdi. Berib banandan keyin bu yerda sahilda çayqalar. Shu simitlarni parchalab çayqalar etib etdi. Etib bergandan keyin bu çayqalar ko'payishga boshlabdi atrofda. Ko'paygandan keyin bu ayol simitlarni texnik xushal bo'lib degan parchalab etib. Birdan simitlar tugabdi. Çayqalar jiq to'p simitlarni yeb taqib ketdi. Bu ayol shunchalik xushal bo'ldi. O'zini shunday baxtga his qildi shu vaqtda. Ondan keyin ertesi yana o'xshash simitdan necha setib olib, yana o'xshash sahilga beribdi. Oldingi kun bog'iga. Berib shuninglar bugun yana shu nimalarga chayqalar simit etib berib, bir xushallik topay o'zimga. Deb nim qilsa, o kun chayqalar qancha saqlab yiqibdi birdan chayqa yo'q. Birmi chayqa kelmabdi. Kelmagan keyin ondan boyal bir xil ko'ngli yerdan so'rishib qopdi-ku u yerda. Men simitlarni qarab, simitlarni tutib andan keyin men bu yerda bir narsa tushundim. Demak, men chayqalarga simit tashlab berganligim uchun ular mening simitimni yeganligi uchun ondan men xushallik tepibdim o'zimga. Ondan men shundoq qilib bu xushallikni chayqalar beribdi menga. Bu xushallikni menga chayqalar beribdi. Şuna men nom beribdim emas, ammo ular menikin iste'mol qilib, menga qaqildab, sayrab, bunu qilib, ular menga xushallik berdi. Şununla bu ayol shundan natija chiqibdi. Demak, biz hayotimizda o'zimizga vazifa yoki bizning vazifamiz, majburiyatimiz deb o'ylab qilgan ishlarni, shu ishni qilgandan keyin xushallikni amaliyotda shu ishlarga ehtiyojli bo'lgan narsalar yoki kishilar berdik bizga. Xushallikni biz o'zimiz topmayotganmiz deb o'ylabdi. Endi bu yerda buni misol qilishimdagi sabab, maqsadim nima desa, yana qaytib kelsak, shu oiladami biz mayli cho'ng kichik yalqichu er-ayol o'tirsa bo'lsin yoki bolalar o'tirsa bo'lsin, mushunda qilib hammamizning o'zimiz tushliq bo'lingan bir rollarimiz bo'ldi uyda, qilgan ishlarimiz bo'ldi. Kichik bolalar masalan normal eng oddiysi masalan bolam axlat tashlatib kerak degan bo'lsa bir bolaga apsi. Buni o bolalarga uning qana deymiz voysa, bo'jon, u bu deb qilmay, masalan opamga men shunday qilsam yordam qila oladiganman. Opam yordam qila olganligim uchun men xushallik topa olayman buningdan deb o'ylab qilsa, shuning o'xshash oiladagi boshqa a'zolarmi, er-ayollarmi bir o'zining oiladagi majburiyatini, vazifasini shundoq o'ylab turib qilsa, anaki oila texim iliqlik to'ldi, texim bir-biriga mehribon bo'la oladi deb qarayman. Hem bunun nurg'un amaliy turmushimizning balkim sizning ko'z oldingizga kelib ketgan bo'lishi mumkin. Bundan misolga to'g'ri keladigan amaliy oilalar yanada ko'p umidsiz qaramayli menimcha.
tanıydigan, bildigan, kögen aileler bahili köp. Şuna mesenge ay bolam köşek geldim an kılaydı man tamak kılınla atamak kılınla o tamak kıp yiyip ballar hoş alıp gelse kadar da hoş olup gitip bırakıldı. Nim kılıp. Şu adam için bağışlaştığı hoşalık tapıdı qara. Emniyet aştada japat atıp işler pul taptı gösterip öyle girdi onu pişirip yegenden ki balları yiyip hoş oldu. Sekrep gitti. Aşağıdan resmi hoşalık yazıldı. Ardı çıktı. Şuna biz özümüzden vazifesi mecburiyetlerini unda kalkıp bir sıkıntı söylep mecbur kıbızvatkanlık unda mesela ki ben bu işini kısam ailemdekiler hoşal buldu. Mandaqlim buldu. Şuna ben hoşalık tapalayım bu işten dep oylap durup kılış gerek. Şu çağda ailede hım ecel inak. Mecburiyet yüzsüzün emez. Hoşalık yüzsüzün ha? Bunun akıbeti ne buldu diye vaxt ailedeki ziddiyetler, zoravallıqdaki nemeler veya ki başka ziddiyetler az idi ya ki yoxaydı. Onundan keyin ailə bəxtçilik tolğan bolğan keyin pərzəndlərinə aid sağlam, çoğ buldu, yaxşı maarif tərbiyəsi görələydi. Yaxşı kişilər tərbiyələnib çıxdı dep oylayman. Bunun ən axırı şu millət Yığıncaqlab gəlsək, yəni şu, yəni yığıncaqlab gəlsək, yəni şu ailə ittifaqlığı balaların tərəqqiyatı üsb ediliş üçün zor əhəmiyyətə ega. Balalarımızın sağlam üsb edilişi millətin təqdir üçün zor əhəmiyyətə ega. Demək, həmin şu ailədən başlandı. Bizde şu unutulup qalğan nəsə, hazır nə özü kallam geçki nəsə var. Birisi özümüzün millətin içindeki mevcut bulatqan ictimai meselelerini oturup çıxarmamız gəlməydi. Bir amalğı bir yerlə yoşurup qoysaq, onun isim koymasak, mesela isim koymayı neçil ne bulduğu, onun türlerini ayrı türlerinin ismini bilməydiği kişilerimiz buluş mümkün. Şuna alıqıb biz özümüzdeki kemçilikler qoxmay, dadılıqla oturuğa çıxıb isim koyup onunla. Həl qılıb birlikdə. Dəvəsi yengilləy dedim. Birlikdə həl qılış şəhərlərini izlişimiz gerek. Rislat xan, əcəb əqqili qız olkənsiz siz atdan xudayım. Biz bilməyə işləndə bir ketdiniz. Abdan paranışı olduk. Oy, onaq demişsir əcəb xıcıl qılavələr məni. Onçilik əməz. Vaxtınızı çıxırıb şunda yaxşı paranlaşdıq. Rəhmət sizə. Özəyim rəhmət. Kanal dedik əziz görürmənlər, ailə zoravalığından ibarət bu səzgür temi toğruluq ötkəzgən söhbətimiz mişədə ayaqlaşdı. Əmdə görürmənlərin içində muş haqqında bildiğanları, izlenişləri və başqa dostlarının bolsumu bizning uçur bilan təminləşini, həm ekranga çıxıb özünün yaxşı uçurlarını, amal tədbir çarələrini başqa görürmənlərə yetkizishini ümid qılırıq. Axır söhbətimizin xülasəsi inaq bolğan ailə Uğur millətinin mövcudluğunun asası. Şunda qılıb bu qıtımlıq söhbətimiz müşədə ayaqlaşdı. Kilər qıtımlıq söhbətimizi görüşəyli. Xeyri xoş, Allah qamanət.